Görürüz ki, axırıncı söhbətində dedi ki, Adil minbərdən dua eləməyə yaltaqlıqdır hakimə. Yəni, adamda yenə hakimiyyədə problemi qalıb. Hansı ki, yəni, ərəb ölkələrinə geçsəz, hətta Saudiyanın özünə. Orada tarazı yoxdur onda. Yəni, xatib elə bir ki, artıq qayda olub. Yəni, adət olub ki, xütbənin sonunda hakim üçün dua eləsin. Ərəb ölkələri Quran və sünnə deyirlər. Hə. Eləyirlər demək olar da ola bilər səhv eləyər. Hə. Yəni, ərəb ölkəsi deməklə Quran və sünnənin dəlil gətirmək olur. Quran və sünnə ayrı şeydir, ərəb ölkələri. Allah razı olsun. Allah razı olsun. Dua eləmək Quran sünnəyə müxalifdir. Yox, onu demirəm. Mən deyirəm ki, orada olursa o demək deyil ki, olsun. Yox, aydındır. Yəni, söhbət ondan gedmir. Söhbət ondan gedir ki, elə çıxır ki, ərəb ölkələrində bütün kimlər xütbə verir, hamısı yaltaqdır. Belə bir şey, bu nə bizim məsələmiz, bu biz düzəldə bilmərik. Elə ki, bilsən, bəzə çox çətindir bilərdir, qardaşlar arasında. Yox, sadəcə... Çox gözəl bilirsiniz. O tərəf deyir ki, qadır, nə vaxt deyirsən, necəsən, gələ yoxda söhbət edir. Neyələm ki, bincə məsələ? Belə, bir üzr istəyirəm. Bir doğru sual verək, sadəcə olaraq. Elə bir ki, heç nədən xəbərimiz yoxdur. Biz hamı cahilidir, özümüz biz cahilidir. Demək nədir ki, biz artıq tövhid çatdırıq. Biz, yəni buradakı oturan qardaşların, ümumiyyətlə Azərbaycan çıxardır, əksəriyyəti mənhəc sözünün mənasını bilir. Mənhəzlə əqidənin ayrıdır, içi mən qarşı. Hələ güya ki, biz indi biraz nəyinəsə məşğuluq. Yəni, bilmirik da bu sözü. Onsuz da biz cahilik. Sadəcə olaraq bu cahillikdə hələ iki nəfər bir-birinə müqayisə edəndə, bir ağsaqqal tapırdılar, gəlirlər ağsaqqalın yanına. O da problemindirdi, bu da problemindirdi. Ağsaqqal qulaq asırdı və deyir ki, qardaşım, sən səhvsən. Bu qardaşdan üzr istəyirəm. Hərəsində qulağının dibinə bir şillə vururdu, dedi, barışır. Və onunla da söhbət bitirib gedirdi. Yəni, bugün İslam ümməti, İslam alimsiz qalıb, ağsaqqalsız qalıb. Elə bir ağsaqqal yoxdur ki, indi mən demirəm, kimlərsə yığırsın, geçsin o ağsaqqaldan, o şilləni alsın, gəlsin, o məsləhəti alsın, gəlsin. Yəni, İslam bugün o gündədir ki, alimimiz yoxdur bizim, ağsaqqalımız yoxdur bizim. Mən bu maraldır. Niyə görə bu söhbət bu cür cahil insanlar arasında? Və biz də bu məsələ, mən yenə deyirəm, bəlkə də o məsələdə Qamət qardaş, Adil qardaşa nəsiyyət eləmək istəyirdik. Ancaq bu nəsiyyət döndü bizim hesabımıza, bu cür faciə. Bizim hesabımıza. Yəni yerdə elmi olmayan cahil insanların hesabına bu cür faciə dönür. Artıq demək olar ki, durum faciəlidir. Yəni üzr istəyirəm biraz emosional danışdığıma görə. Yəni bu istəyir Allah ki mənim heç kimə qarşı Allah'a şahid gətirəm. Allah razı olsun. Mən hamınızı görəndə Allah yadına düşür. Allah razı olsun. Yəni bu sadəcə olaraq bu ağsaqqal sözü. Mən Aynen. Problem yoxdur ya. İstədiyinə buna aydınlıq gəlsə, cəmaət hamısı biləcək söhbət nə yerdir. Yəni bizim bugün əlhəmdülillah İslamda alimlərimiz və ağsaqqallarımız var. Niyə görə bu məsələ gedib olaraq çıxmır və həll olunmur? Bir dənə sadəcə olaraq. Burada söhbət nədir qardaşlar? Birinci yığıncaq söhbəti. Mən bilirəm, onlar təkrarlayırlar, bu məqamdan istifadə edirlər. Mən onlarla görüşdüm də. Məyər görüşməmişik? Onlar da deyir, görüşmüşük, 8 nəfər. Ya, nə oldu? 8 nəfərdən qabaq da eləm. İndi Allah üçün 1000 dəfə də görüşüm də. Bax, bu cəmaata yazılır. Mən demirəm, heç günahkar çıxarmıram. Allah qorusun. Aydındır. Yox, sadəcə... Yox, bax, bilirsiniz, qardaşlar, sən, məsələn, dünya məsələni götürsək, sənin bir sənətin var. O sənətdə ixtilaf düşüb. Sən bilirsən ki, bu işi belə aparırlar. Sənin tutduğun üsluba görə. Və bir neçə dəfə görüşdün adamla o sənət üzrə. O sənə razılaşmadı. Sən ona yenə görüşəcəksən, elə? Allah üçün qalanda 1000 dəfə, milyon dəfə görüşür. Allah üçün görüşərik. Söhbət, Allah razı olsun, əgər söhbət bağlanacaqsa, adam görüşər. Lakin problem bağlanmır. Onlar deyirlər, bizə diz-dizə oturub onun qabağında Allah şahid. Problem nədədir, qardaşlar? Onlar deyirlər də, onlar o məqamdan istifadə edirlər. Onlar bilirlər ki, oturduq, görüşdük, problemlər ərz olundu. Adamlar, gördüm ki, əsas problemlərə belə meyilli deyirlər. Yəni, o maraqlandırmır onları. Məsələn, hakimiyyə, o vaxt Sələforum idi söhbəti. Sələforumda açıq aydın xuruca çağırır. Gördüm ki, bunların maraqlı deyil bu. Sonra gördüm ki, bunların özlərində bəzilərində, hamısında yox. Bəzilərində problem var. Danışıq oldu. Hətta əvvəl də danışıq olub. Neçə dədə görüşmüşük.
Gördüm ki, xeyri yoxdur, bunlar öz mövqeylərində israrlıdırlar, biz küsməmişik. Biz küsməmişik ki, kimisə yanına gedək, barışaq. Küsməmişik. Küsmüsüz cəmaat küsür bir. Hə, cəmaat nağ küsür. Və qardaş orada dedi ki, bəs taxsir cəmaatda. Taxsir cəmaatda deyil. Taxsir o tələbələrdə də hansı ki, taxsir cəmaatda da deyil. Hə, cəmaat neynəsin? Sadəcə. Cəmaat da, məsələn, tutaq ki, hər rayonda kim var, o necə deyir, cəmaat da qulaq asır, cəmaat bilmir nələr baş verir. O incəliklər bilmirlər. Aydın məsələ bilə də bilməsin. Hə, sən də daha məcbursan eşitdiyinə inanasan, vəssalam. Hə, bu görüşlər olub. Görüşlər heç bir fayda vermədi. Adamlar o minhəcdədirlər. Əksinə adamlar o birisi tərəfi, məni həddadı gördülər. Dedilər ki, indi də görürlər. İndi də deyirlər ki, özünüz də eşidirsiniz ki, bəs qamət Azərbaycana həddadiliyi gətirib. Bəs bu tərəfə nə? Bir oldu ya. Əvvəl biri idi. Hə, bu tərəf Mumeyyidir. Bu tərəfə deyirlər Mumeyyi. Yəni, nəyə görə? Bunlar elə bil ki, o problemli minhəcdə olan adamları sələfi görür. Bəziləri çəkindirir, bəziləri isə çəkindirmir. Əksinə, məsləhət görürlər. Məsələn, bunların dediyi nə çıxır da? İndiyəcən xavariclərdən danışmağımız düz olmayıb. Yəni, necə? İndi ola bilsin, fırlatsınlar söhbəti. Yəni, onlar deyir ki, təbdi, bidətçi demək adama və ya məsələn, kiməsə xavaric demək, hüccət çatmalıdır. Yəni, təkfir kimi eləyiblər, eyni. Hüccət çatmalıdır. Elə çıxır ki, solunca qulaq sola. 5 dənə ağsaqqal götürər, kimin istəyirsiniz olar. Siz başda olmaq şərtinə, bütün elm tərəfə hazır girirsin arzusunə. Rayonlar yığışsın bir yerə, bu hərlərin dəfəyə çıxsın. Mən incə məsələ bilmirəm. Mən ona sual deyim ki, sən hakimə qarşı nəsən? Deyir, mən xurucu görürüm. Hakim müsəlman gözü deyir, görürüm. Ona qarşı çıxmaq olmaz. Hamısını deyim ki, qardaş. Qardaşlar, suallar düzgün deyil. Nətər sual verir? O sualı vermək lazım deyil ki, bax, sən hakim müsəlman görürsən. O görmürdü müsəlman. O mənə demişdi. Bax, bu görüşür də, deyir, görürüm. İndi görür də, tök ki görsün, laf yaxşı. Körünə istəyərək, demir tövbə eləmişəm. Demir tövbə eləmişəm. Yox, sən mən gəlib açıqlarını deməz ki, mən tövbə eləyirəm. Bu əməllərdə biz görmürük, dərslərində görmürük, bir haradasa dəvətində görmürük. Biz nəfər deyirsən, sən görmürsən. Sən görmürsən. Sən deyirsən ki, 5 nəfər ağsaqqal yığışaq. Sən, biz söhbət eləyəndə sən tuta bilməyəcəksən söhbəti. Özü sən görür, o da çıxsın, deyirsin ki, bu əməllərdə budur. Qardaş, bu söhbəti... Şeyx, üzr istəyirəm. Neçə il bundan qabaq idi zamanın gəlib o söhbəti iminli dərslərdə şey eləməyə. Mənim özümə zaman oradan gələndə dərs keçib, burada şey keçirdi, o mənim heç düzəlməmişdi. Dərs keçirdi, özü zaman deyir ki, mən Adilin yanından dərslər gedib ondan alırdı axı. Zamanın gəlib oradan bəs inşanda bir məntiq də var. Adam fikirləşir ki, bu hormonlar da zamanla danışır. Biz eləyirik da, biz kimi eləyirik? O da danışır, bizdə danışır. Qardaş, həlli budur ki, bu həll budur ki, yox. Ne üçün görüşək? Sən Allah üçün bizə görə görüşməlisən. Yox, ne üçün? O bizə ki, sən həqiqətən də bizə. Yox, o adam. Məsələn, o adam deyir ki, mən belə şey heç olmayıb məndə fikirlər. O deyir ki, mən hazıram da görüşməyə. Siz də çıxardın o bidətçi olmağın, bizə tərkirlər. Biz çıxartmışıq da. Nətər hanı biz görmürük, haradadır? Necə yəni, bəs demədik ki, şahidlər qalxıb, şahidlər. Dedilər ki, qardaş, sən belə fikirlər bizə demirsən. Sən demirsən bizə belə fikirlər. Şahidlər qalxıb dedi. Kim qalxdı şahidlər ki? Hamısı, kimlərə deyib. Sən eşitməmişsən. Sən eşitməmişsən. Nə qədər adamlar çıxdılar, dedilər ki, bəli, bax, şahidlər var ki, biz eşitdik, bu adam belə deyib, bu adam belə deyib. Onu dinlədik biz. Onu biz dinlədik, qardaş. O deyir ki, birinin yanında deyib ki, kişinin başında, kişinin yanında baş kəsərlər, kişinin yanında baş kəsərlər. Yəni, tutaq ki, mən demişəm, nöş deyirsən bunu. Hüseyin deyir ki, mən hizbiçi olmuşam. Harada tövbə elədi, necə tövbə elədi? Kimə elan elədi? Bəs yaxşı, bildirdi də elan elədi də, sonra döndü. Söhbətlər o məsələ qalır da belə. Qardaş, Hüseydlə onu müqayisə eləmə. Hüseyd hizbiçi olub, bəli. Mən özüm bilmədim. Hüseydlə müqayisə, Hüseyd bitdi, Hüseyd keçib. O dərsində yoxdur elə bir şey, özündə elə bir şey yoxdur. O dərsdə
o dərsdə danışmır belə şeylər. Mən özüm onu oturmuşam. Yox, qardaş olmadı. Biz səbir yox, burada var bir-birimizə dəymişik. Yox. Yoxuşum söhbət əlində. Qardaş, mən sənə deyirəm ki, mən özüm eşitmişəm, sən deyirsən harda deyib. Sən də qəribəsən. Allah bizə görə elə. Eləmişəm də, xeyri yoxdur. Nə şeylər? Hələ Allah üçün oturmuram. Qardaş 5 Sabirlə sizi bu arada, mənim yanımda sıravi bir qardaş, sizi bu arada bir söz danışsa, mən həyatı boyu inanmaram. Ona görə ki, siz illərin qamətisiniz, yəni sizi cəmaat tanıyır. Sizin cəmaatın üzərində əməyiniz var. Allah sizə razı olsun. Həmçində adilin... O əməli özür istəyirəm. cəmaatı görə eləməmişik. Bizim borcumuz da onu eləmək. Onunla götürməyin. Onunla götürməyin. Elə demək ki, mən 10 il dəvət eləmişəm, mənə heç nə deyə bilməzsiniz. Yox, elə deyil. Əgər səhv eləmişəmsə, o başqa şeydir. İstəməm. Yəni, Sabirlə sizi bu arada nəyəsə desələr, mən şəxsən ona inanmam. Həmçində qamət barədə, mənim kimi, bu qardaş kimi, qeyri-qardaş, adil barədə və qamət barədə, kimi hansısa qardaş barədə desə, mən ona inanmaram. Ona görə ki, biz sıravıyıq, xeyr, başa düşürsünüz. Hansısa qardaşın deməyinə siz onu dəlil götürüb, ona inanmağınız mənə elə gəlir ki... Yox, qardaş, birinci burada mən özüm eşitmişəm. Mənə inanırsan? Yəni, elə fikirləşirsən ki, yəni tutaq ki, səs siyasi yoxdur. Adar sarı bir söhbət edir. Hə? Eləmişik də. Allah üçün elə. Hələ deyirsən. Neçə dəfə eləyim, yaxşı. Neçə dəfə eləmək lazımdır? Adam üstündə başqa şey danışır. Hələdir, odur. 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 Biz belə fikirləşirik. Mən fikrim ondadır. O da muhtar burada olub, telefon nömrəsini saxlayıb burada ki, gələndə zəng görmək istəyirsə gəlir. İzdizə gəlib. Lazım deyil. Lazım deyil. Muxtar. Belə cəmaat arasında belə danışa bilər. Amma ayrı söhbətdə əmanət məclisindəndir. Başqa şey danışır. Sən çıxart, o əmanət məclisində görə o əmanət məclisi nə demək? Yəni, sən çıxart, mən sənə deyirəm, necə əmanət məclisində? Mən o deməkdir ki, mən burada... Sən bizi dərli öyrədin, səni bıçaqda. Mən burada. Sənki dərli öyrədin. Yəni, bəs mən deyirəm də, dəlisiz danışıram. Mən dəlisiz danışıram. İndi nə gətirim sənə? Nə gətirim? Yox, videosunu gətirim, yoxsa kasetin gətirim. Nə gətirirsən, gətir dəli. Deyirəm də sözüm. Mən söz yox, Yəni sən... Sözü onlar da deyir. Yox. Sözü onlar da deyir. Yox, problem buradadır ki, qardaşlar. Yox, problem buradadır ki, bu adamlar... Yox. Sən gəlmirsən, olarsız. Sən elə danışsan, əla. Onlar gəlir sən deyir, o deyənlər bizdə yoxdur. Bizdə vaxtı yoxdur. Biz nətəlilə yaşayıb. Deyirsən, qardaş, mən sənə razıyam. Bax, gətir təkfirçiliyin də otustur burada. Deyəcək, siz deyən sifətlər məndə yoxdur. Fərqi yoxdur. İndi mən deyirəm ki, qardaşlar deyirəm ki, adı Muxtarı götür məsələn. Muxtar bir də başqa şey deyir. Əmanət məclislərində məsələn xüsusi yəni. Xüsusi məclislər harada olur, biz də gedirik. Xüsusi məclis olmur. Birdən zapis yoxdur, inanmayacaqsan. İnanmıram. Dəlir gətir, inanmıram. Qamət qardaş. Yəni, bu adamlar... Yox. 5 gün əvvəl buradan olub, Allahı şahid gətirib. Bu adamlar problem nədədir də? Problem nədədir, qardaş? Bax, bu adamlar belə söhbətləri zapis eləmirlər. Bax, mən indi sizinlə oturmuşam, zapis gedir, heç bir şeydən çəkinmirəm. Onlar da çəkinmirlər. Amma... Bizim yanımızda çəkinmirlər. Nə vaxt qoymuşu yazıb. Yox, siz çağırın, mən sizə nə deyim də? Yox, dayan. Bax, mən sizə nə deyim də? Mən qoymuşam, mən bürüdüm. Yox, qulaq asın. Mən qoymuşam. Bax, mən gəlin... Bir dəqiqə səbirli olun. Mən yalan danışıram. Yox, qardaşlar, yox. Biraz tərbiyəli olun. Yox, qardaşlar, mən sizə nə deyim? Əgər belə arxain olmaq istəyirsə də mənim sözümlə, çağırın Adili, deyin qardaş, biz səni zapis eləyəcəyik. Zapis eləyəcəyik ancaq. Bax qardaş, sən ümumiyyətlə belə fikirlər olub səndə yoxsa yox, sən tövbə eləmişsən yoxsa yox. Bu bir. İkinci, deyinə, yox da belə fikirlər olub yoxsa yox. Çünki bu adam, mən iştirakı burada lazım deyil. Lazım deyil. Siz soruşun da, mən sizə deyirəm də nə soruşun da? Niyə siz soruşun da bizim yanımızda? Mən deyirəm ki, qardaş, mən soruşmuşam. O mənə özü deyib. O mənə özü deyib ki, 2000 neçənci ildən bu fikirdə olmuşam. Hə, hələ. Sabah mənə Suzaqda nəsə işdim. Hə. Mən neynəməliyim? Sən dəqiqləşdir. Ayşə, sizdən soruşmalıyım. Hə, sən gələ dəqiqləşdir. Soruşmalıyım ki, səndən belə söz deyirlər. Hə. Bu düzdür, yoxsa səhv? Bəli. Bunun haqqında
deyilir Bəli. ki, belə sözlər deyil. Biz də Bəli. bundan soruşduq. Dedi Bəli. ki, məndə belə şey yoxdur. Mən bu əqidədə deyirəm. Bir. Hə. Biz də əsaslanmıq ayəyə ki, Allah Subhanahu nə deyir, sizə bir fasıl bir xəbər gətirəndə dəqiqləşdirin. Biz də dəqiqləşdirdik, dedi bu yoxdur bizdə. Aydınlar. Bəs salam bizə kifayət edir. Bax qardaşlar, birinci bu məsələ elə belə məsələ deyil də. Bunun bu fikirdə olmağın, minhəcdə problemləri olmağın hələ Mədinədən gəlib xəbərlər. Qardaş, bunu bir də mən demirəm. Siz hələ deyirsiniz ki, onda zapis yoxdursa, onda heç kəsə heç də isbat eləməyəcək, onda mənə də inanmayacaqsınız. Şeyx o Mədinədə alimin adı haqqında hətta səhv salır Qazaxıstan, Azərbaycan məsələsi. Sonra Abdullah Buxari. Hə, o alimin o zapisində ərəbcəsində. Bəli. Deyirlər ki, Əleyhissalam. Biz qaləqil əsasında hökm vermirik. Yox, bu qaləqil deyil. Sənin telefonun budur. Belə deyirlər. Hə, bəli, bəli. Bu biraz seriyoz söhbətdir. Qardaşlar, Söhbəti qardaşım. siz sadəcə, siz dəlillə. Yəni, siz elə fikirləşin, mən burada gəlib dəliləsini hələ belə danışıram. Qardaşım demək, mən deyirəm. Qardaş, siz elə bilirsiniz ki, eşitməyəkdən daha üstündür. Mən eşitmişəm, başqaları eşidib. Mən sizə deyirəm, siz mənə deyirsiniz ki, yox, dəlil lazımdır. Qardaş deyir, yox, kaset. Mədinədən belə dəyərli. Biz bilmirdik. Bu problemlərdə çıxandan sonra. Yatın onunla. Ümumiyyətlə belə çıxır ki, bütün problemləri Mədinə tərəfləri gizlədiblər. İndi hamı danışır ki, filan vaxtı filan. Yox, sadəcə qardaşlar, yox, sadəcə qulaq asın da, sadəcə bu məsələlərlə biz maraqlanmırdıq. Nə üçün? Bizim başımızı qatmışdı xavariclər. Ona görə, indi bunların təlimi nədir? Qulaq asın, bunlar nə deyir? Məsələn, lab adilə sual verərsiniz. Deyin ki, qardaş, mən görürəm məsciddə biri, hakimiyyədə problemi var bunun, təkfirdə. Və görürəm bir neçəyə dərs keçir. Mən ondan çəkindirə bilərəm cəmaatı. Onlar deyirlər ki, yox, deyirlər, fikirdən çəkindir, amma şəxsdən yox. Yəni, elə çıxır ki, sən şəxsdən çəkindirmək olmaz, çünki nə üçün? Şəxsi çəkindirmək üçün ona hüccət çatmalıdır, hətta ona hökm verəndən sonra, ondan sonra. Əks halda çəkindirmə. Onlar o əməlindən çəkindirir. Elə demirlər. Onlar əməllərini. Sən bu əməlləri... Onlar elə demirlər, onlar deyirlər ki, əsli bidətçi var sələfi tanır. Allah razı olsun. Bizim bu təkfirçilərin əsli sələfidir, yoxsa xavaric? Sual verirəm sənə. Yox, əvvəli nə idilər? Əvvəli nurçu olan da olur, Quranist olan da olur. Yox, yəni söhbət gedir ki, sonra sələf oldular da, mən onu demək istəyirəm. Sonra sələf oldular, hə? Təkfirçiliyə haçan getdilər? Sələfilikdən, nurçuluqdan getdilər təkfirçiliyə? yox, sələfilikdən. Sələfilikdən getdilər. Bunların əsli deməli sələfidir. Təkfirçi demək üçünsə sən, onlara təkfirçi deyə bilməzsən bunların təliminə görə. Ne üçün? Yox, çünki nə üçün? Bunların əsli sələfidir. Sən təkfirçi hökm vermək üçün, hansınasa xavaric demək üçün, eynən təkfir kimidir, birinə kafir demək kimidir. Yəni ona hüccət çatmalıdır, nəsiyyət olunmalıdır və nəsiyyətin də həddi yoxdur. Yaxşı, mən deyirəm ki, qardaşlar, mən tələsmirəm, yaxşı. Deyirsiniz ki, birində problem var. Nəsiyyət elə düz, dönmədi. Yaxşı, neçə dəfə nəsiyyət eləyim? Qulaq. Bu adam bu fikirləri yayır. Biz burada yayır. Yox da qulaq, yox. Burada, qardaşlar, siz bilirsiniz, siz, qardaşlar, yox. Bir dənə qulaq asın, bir dənə incəli qulaq asın. Siz söhbəti məhdudlaşdırmışsınız bizim üstümüzdə. Söhbət ümumi gedir burada. Söhbət gedir ki, məsələn, lap burada problem deyil. Başqa adam belə fikirli, belə problemli adam var. Minhəcdə problemli adam var. Deyirəm ki, qardaş, bu adam problemlidir. Bundan çəkindirmək lazımdır. Ki, bu fikirləri yayır. Məsələn, deyir ki, yox. Mən ondan çəkindirməyəcəm. Və heç olmasa sələform eşitmişsiniz, yalan deyil. Zaps lazımdır, telefon, kaset. Qulaq. Demədi çəkindirəm. Yox, dedi ki, səhvdir və salam. Demədi girmin o sayta, demədi. Qulaq. Sən ailəmi, mən icazə verərsən ailəmi bundan edeyim, istifadə edib, dedi yox. İndi deyir də, indi sizin yanınızda, amma o şəxsdən, qulaq, Allah razı olsun. Allah razı olsun. Bax, oradakı amaçdan çəkindirmir.
Oradakı amaçla mən misal gətirirəm. Çünki söhbət Sələfin mənhəcindən çıxmır. Qulaq. Xatasını Hə, yaxşı. Sələfin mənhəcindən çıxmır, hə? Yaxşı, haçan çıxır onda sələfin mənhəcindən? O ha vaxt o günə əvvəli ilə danışdıq. Hə. Əvvəl dəlil gətirmə, mən deyir ki, təfsir olunur. Hə. Təfsirçi dərsinə də çəkin özündən də islahindən. Yox, ağali mən dedim ki, mən sənə göndərəcəm o dəlili. Hə, mən dəlili göndərəcəm. Lakin problem nədədir də? Problem bilsin nədəndir? Ağali deyəndə, ağali orada Abdurrauf adı var, bir dənə Abdurrauf, Yəməndə olub. Onu xavaric dedi. Dedim ki, bəs ne üçün də? Dedim, mən ona hüccət çatdırdım. Dedim ki, qardaş, əgər amaçdan söhbət gedirsə, amaçdan, ona nə qədər adam bizdən qabaq hüccət çatdırıb, ne üçün amaçı onda şey eləyirsən? O deyir ki, açıq aydın hamı kafir görür, cahili üzür görmür, həndə rahat edir. Qardaş, Allah razı olsun. Ondan soruşdular, yalandır bu. Nə deyirsən buna? Ondan sonra... Yox, Allah razı olsun. Allah razı olsun. Abdurraufdan soruşdular. Abdurrauf dedi ki, yalandır. Mən məsciddən bayra cəmaatı kafir görmürəm. Nə deyirsən? Məsciddəkiləri də görmürəm. Nə deyirsən? Hə? Tövbə edib, ərkəm biləm. Kim tövbə eləyib? Abdurrauf. Abdurrauf heç belə fikir olmayıb əslən. Nətər onda? O qədər əlvarın damatı O fikirdə olacaq eləsən. Hə, yox, deyən, qardaşa daşına. Hə, nə deyirsən buna? Olmayıb. Qardaş, bax, o dəlillər var. O da bütün, mən özüm də görmüşəm o qardaşı. Hə, görmüsən ki, bütün hamısını təkfir elədi. Nə deyirdi? Nə deyirdi? Sonra nə deyirdi? Sonra daha bilmirəm, mən o vəsə edirdim. Yox, cahillik, üzr görməmək, o deməkdir ki, hamısını kafir görür. Yaxşı, qardaş onu çeynəmirsin, onda o demək çox bidətçidir alim qardaş. Yox, ağılı bidətçi demir, yox, söhbətdən, yox, mən ağılı barı deyirəm, muməyyidi. Ağəli o adilsən deyir. Hə, adil bidətçi deyirəm mən. Nədir dəlil qoyqalı? Hələ bu səbəbə görə ona alimlər dedi bidətçi, mən də təkrarladım. Alimlər dəlillə deyirlər. Dəlillə deyiblər də, dəlillə. Dəlillə deyiblər, hələ belə, yəni sən elə fikirləşirsən ki, indi baxmadan, indi hər kəsin öz... Yox, qulaq asın, Allah razı olsun. Siz elə fikirləşirsiniz ki, siz canfəşanlıq göstərsiniz, dəvət narahat edirsiniz. Yox, deyən qulaq asın da. Qulaq asın, yox, qulaq asın. Sən demək istəyirsən ki, bir olaq, dəvət zərər görür, qardaşlar. Gör ki, sən bu narahat edir, gör ki, mənə narahat eləmir. Narahat edir, görüşürür. Hə, yox. Məhz görüşməməyim, qardaş, hələ siz tutmuşsunuz ki, görüş. Qardaş, görüşmüşəm də nə qədər deyim? Hayır, neçə dəfə görüşüm, yaxşı. Qardaşla vuruşmam. Yox, neçə dəfə, yox, heç kəs demir. Yox, birinci, yox. Sahibin bidətini. Sahibin? Sahibinlə düzü mən hələ söhbət eləməmişəm. Deyirsən ki, sən bizə demişdir ki, dərsin var ki, sahib bizim qardaşımızdır, problem yoxdur, dəvətir. Hə, bəli. Sonra sahiblə görüşdük sahiblə. Sahib gəldi, oturdu, inşallah yenə görüşəcəm ona. Sahib gəldi, oturdu. Sonra bu qardaş... Yox, diyan. Özə ki, sənin bir sualım var. Diyan. Rəşət Qımır abi. Hə. Rəşətdən bir adam. O nədir baxçası yaz vermiş, amma zamanlar ördək. Nə haqqına? Yox, sən... Nətər yox? Mən o sözü demişim. Gətirmək dəvrindəyim. Gətir. Yox, qardaş. Qulaq as, bir dəqiqə deyəm. Əgər mən o sözü demişəmsə, üzr istəyirəm. Əgər mən o sözü deməmişəm, sən məndən üzr istəyirsən. Mən demişəm ki, sahib lal ördək stili yayır orada. Deməmişəm Şamaxı camaatı var. Eyni şeydir. Eyni şeydir. Sən sahibdən eyni şeydir. Qardaş. Mən o elmi istəmirəm. Allah razı olsun. Mən elmim yoxdur. Sən Sahibi də elmi sahibdən yoxdur. kim deyir sahibdən elmi yox? Allah razı olsun. Qulaq asın. O şəhərləşsin sonra. Qardaş, sözüm var, sözdə danışarıq. O Yox, qulaq asın. Mən şəhərləşsin, tərbiyəsiz deyilib danışarıq. Sən tərbiyəsiz sən danışarıq. Qardaş, qulaq asın. Yaxşı. Sözlə danışarıq. Qulaq asın. Qardaş, sahiblə inşallah mən görüşəcəm. Sahiblə biraz söhbət elədik. Sahib gəldi yanıma, düzü qısa vaxt oldu. Sahib mən bizim yanımızda böyüyüb də. Biləm. Sahiblə görüşəcəyəm. Sadəcə sahiblə biraz WhatsAppda danışdım. WhatsAppda. Sahiblə söhbətimiz oldu. Sahib sadəcə hakimiyyədə dedim də, bəzi məsələlər problemdir. O mənə cavab verdi ki, bu cüz'i problemdir. Cüz'i. Yəni, balaca məsələdir. Mən də sahibə dedim ki, sahib, haçandan hakimiyyə mövzusu balaca məsələ olur. Amma sahiblə görüşəcəm mən inşallah.
Sahiblə hələ danışacağım. Sahib öz uşağımızdır. Söhbət hərliyim, sonra çəkin. Yox, sahib öz uşağımızdır. İnşallah Siz çəkindirmisiniz axı sahib? yox, mən gördüm ki, cüzi məsələni bunlar deyirlər. Sahib ola bilər, onlar təsir edib sahibə. Ola bilər. Amma bilən. Amma yenə mən ona görüşəcəm inşallah. Görüşəcəm. Ancaq problemdir ki, sahibin belə cavabı. Onlar belə deyirlər. Yəni hakimiyyə məsələsi, qulaq. Yox, mən biləməyə qalır. Yox, qulaq. Hə. Aydındır, qulaq. Eləyərsən qəbul Hə, qulaq. Yəni qulaq. İndi sən, neysə. Sahib deməyi ki, cüz'i məsələdir hakimiyyə məsələsi. Hakimiyyə məsələsi böyük məsələdir, özünüz də bunu bilirsiniz. Yəni indiyəcən nə problemlər olub, müsəlmanların başına nə problemlər gəlib, özünüz də bilirsiniz ki, bu məsələyə görədir. İndi də hələm davam edir bu, özünüz də görürsünüz. Hakimiyyə mövzusu da, qardaşlar, o məsələdə aydın olmaq lazımdır, o məsələ böyük məsələdir. Hakim növbəlikdən deyilən, ona qarşı çıxmağın növləri deyilən, yollar hansılardır, mən xahiş edirəm, mən başa sorulur. Yox, növlərin bir neçədir. Məsələn, var əməllə, var sözlə. Nə olmaz, mən bax elədir ki, mən gəlib oturmuşam, sual verirəm ki, hakimə qarşı yatan olmalı. Mən mövqeyim də olmalı. Sənin mövqeyin budur ki, hakimə qarşı odur ki, hakim müsəlmandırsa, ona qarşı çıxmaq olmaz, ona qarşı danışmaq olmaz, ona ası olmayan məsələlərdə tabi olmaq lazımdır. Aydındır, bəli. Yox, qulaq. Yox, sən tuta bilmirsən söhbəti. Sadəcə, yox, qulaq. Mən deyirəm də, sən deyirsən yenə. Deyirəm ki, qardaş, ola bilsin o adamda, ola bilsin, məsələn, ta ki, sahibi götür. Hakimi də problemi yoxdur inşallah. Lakin, kimdə ki problem var... Yox, kimdə ki problem var, o, bu məsələyə də dedi ki, cüz'i məsələdir. Bunu onlar deyir. Məsələn, hələ bir, bu, sən, qardaşlar, bu zəncirvari şeydir, bu biraz böyük mövzudur. Siz, sən tanımırsan, ona görə danışsan da, amma sən hələ də öldü, məsələ çox genişdir, çox incədir. Qulaq. Səncə olan sözü sahabə nəyə yamaq? Qulaq. Sahib dedi ki, o məsələ cüz'i məsələdir. Mən də dedim ki, sahib, haçandan hakimiyyə mövzusu cüz'i məsələ olub. Problem nədədir, qardaşlar? İndi bax, Hələbi, mən istəyirəm biraz genişləndirəm, daha aydın olsun. Məsələn, götür Hələbin verilişdə, bir dənə verilişdə. Məhəmməd Həssandan soruşurlar ondan. Məhəmməd Həssan, özünüz bilirsiniz ki, bu Sisi vaxtında nümayişlərə çıxdı, ailəsini də çıxartdı nümayişlərə. Hətta dedi ki, bu nümayiş belə əladır, elə vəsf elədi ki, elə bir Bədir döyüşüdür. Hələbidən soruşurlar, biz bilirik ki, sələfilərdə nümayiş yoxdur. İxvan-ı Müslümana onun baxış açısı var. Allah razı olsun. Necə baxır, necə Qulaq. Bir dənə qısa. Hələbidən soruşurlar ki, Həsən Hələbidən. Deyirlər ki, sən indi Muhammed Həssan barədə nə deyirsən? Böyük səhvdir. Yəni, Əhlüsünnə vəl Cəma alimləri bilirsən ki, İbn Baz, Albani, Useymin, Fovzan və hamısı nümayişlərə çıxmağa qadağan eləyir. Dedi ki, səhvdir. Yox, deyir, səhv aydın deyə. Səhv, hər siqaret çəkən də səhvdir, məsələn. Bu saat artıq hakimiyyə müdaxilə eləyib, məsələlərinə girib. Səhvdir, yoxsa yox, deyir, axırda belə elə, deyir, cüz'i səhvdir. Cüz'i. Yəni, bunların, sən sadəcə, qardaş, mən səni başa düşürəm, sadəcə mən bir dənə şey demək istəyirəm ki, sən bu məsələləri bilmirsən, ona görə sən, yox, maraqlı gəlmir. Mən sənə deyirəm, yox, mən sənə deyirəm, sadəcə mən sənə onu demək istəyirəm. Mən sənə onu demək istəyirəm ki, sən zat, mən sənə deyirəm də, sən elə təsəvvür edirsən ki, mən hələ-belə söhbət eləyərəm. Qardaşım, mən görmürəm, eşitmirəm, rastıma da gələm. Sən görmürsən. Yox, sən görmürsən. Yox, dəlil və sərdən danışıram da. Dəlil yoxdur, məqsad adim hizbi olmaq. Yəni,
elm tələbə hizb olmalı. 5 gün bundan Muxtar qardaş burada olur. And içdi ki, Allah'dır. Bizi şahit gəldi ki, biz sual verdik bir başa. Sən nə deyirsən, onu yönəldirsən, qardaş. Prezidenti müsəlman görürəm, hakimə qarşı çıxmağı haram görürəm. Yəni o tam varsa deyirlər, o hissəyə qulaq asa bilərsiniz. Biz neyiniyək qardaş, qəlblərə gəldi ölüyük. Biz kimlərlə olaq? Hakimlər qarşı Allah razı olsun. Bunlar kimi deyir, biz neyiniyək? Allah razı olsun, Allah razı olsun. Qiymətləndirək ki, bu adam düzdür. Allah razı olsun. Bir dənə şey soruşacağım. Allah razı olsun. Yox, deyəm. Hə. Bir üzr istəyirəm. Sizinkilərdə Rizədə, mədrəsədə neçə nəfər iştirak edir? Düzü mən bilmirəm sayı. Var da. Var. Amma ora gedənlərin bəziləri artıq şəri qeyri-şəri danışır. Ay Allah səndən razı olsun. Yəni ora girdiyi Yox, qardaş, siz nə danışırsınız? Biz mən qardaşdan eşitdiyim sözü deyirəm, siz nəsə başqa bir danışın. Mən deyirəm ki, Muxtar qardaşlar Allah'a şahid sözünü şahid edir. mən Muxtarın dediyi Yox, mən söhbətləndirirsin. Mən ondan söhbəti ona görə də yandırıram ki, orada kimlərin iştirak elədiyini bilirəm və orada da kimlərin dərs dediyini, hansı Dediyi söz gəlməsin. Nə dedin alimlər? Qardaşlar, bu məsələ belə həll olmayacaq, qardaş. bu məsələ həll olunub çoxdan. Olunub. Olar, qardaşlar. Haqqında biz gedirik, işimiz var. Hə, yaxşı, Allah kömək olsun. Sən xahiş edirəm. Hə. Əgər bizə dəlil verib onlardan tərkil etdirməsən, dəlil olur. Hə, yaxşı. Dəlil necə olmalıdır? Necə olsun dəlil? Dəlil olsun, o bir söhbət edir. Dəlil budur. Bəli, o bir söhbət olur, 5 hər rayon haqqı olur, hər rayon 5 nəfər. Hər rayondan. Hər rayondan rabitun cahanlının problemi, deyə deyil. Hamıyım. Hər yerdə bir dəqiq vəziyyət. Hər rayondan 5 nəfər yığırsan ağsaqqal, sözü keçən fərdi kişilər. Yığırsan başla, elm tələbələri də yığırsan. Orada müzakirə olunur. Elədir qardaş. Kim xatadır, kim səhvdir, biz o tərkib. Yaxşı. Mən səhərdən də danışıram, Aleksandr. Mən səhərdən danışıram. Sən yenə hələ deyirsən ki, bu 5 nəfər hər tərəfdən yenə bizim söhbətlərimizi başa düşəcək. Yox, orada onlar sizinlə... Yox, necə ayıracaqlar, necə onlar biləcəklər kim səhvdir, kim xəta? Qarşı tərəfdə var, o tərəfdə hamısı söhbətə gəlir olar. O 5 nəfərlər necə biləcək ki, kimdir düz, kimdir səhv? Axırıncı bir dəfə də görüşdə Allah üçün. Demirsən, bir dəlil qoy qabağımıza. Qardaşlar, bəs deyirəm səhərdəndir. Biz qardaşlarına bir-birimizə girmişdik. Yox. Buna da günahkar sizdə olardı. Yox, qardaşlar. Bəs səhərdən mən sənə deyirəm, sən deyirsən, yox, zapis götür. Adil konuşmayla problem yoxdur və o problemdə adamlara pis vaxtında var. Bəli. Bu adam 30 gün çox biz üzbəyib sənə. Bu adama desə bunu, bu desə mən beliyəm. Biz tərkib edirik. Aydındır. Niyə şeyləndiririk? Aydındır. Kimdir qardaş? Allah iman gətirir. Biz sizə Əlxanın mən dua edirdim, ya Rabbi, onun səsini eşitmişim, özün gör. Amma indi heç yadıma da düşmür. Əlixan barədə bu saat bunlar deyirlər ki, səhv imiş. Hanı qardaş? Qayıdıblar. Hanı? Deyirlər də deyirlər. Adil deyil o. İndi sənin yanında Fərman deyil, Muxtar deyil, Sənin yanında deyil. Gələ sənin yanında gəlir. Bəli, bu mənim problemim. Mənim yanımda. Desin deyil, danışsın deyil. Yəni, sən deyirsən ki, hər şey sənin yanında olmalıdır. Bəli, bu işin başında sizsiniz. Bəli, biz sizi tanıymışıq. Əxi, Bəli, Adildən mi gələcək bu soruşda? Kimə? Əlxan var. Qardaş, bir dəqiq, bax bu hal elə. Bu qədər, bizim problem adildir. Bizim problem fərmandır, Muxtar, Emindir, odur, hamısı. Sən demirsən, deməyib Əlxanda. Qardaş, biz dəlil gətirib bizə bu alanı. Yox, dəlil var, zəng elə soruş. O qoy qırağı, adildən danışmaq üçün. Hələ adildən zəng elə soruş. Yox, o neyindirəm, mən o tərk eləmişəm, mən lazımdır. Problemini adamı soruşur. Qardaş, bir dəqiq, haqq bu alanı. Yaxşı, namazın vaxtıdır. Allah yığırsan cəmaatı. Yox, yığılmır ki. Sabah desən biz zəngin Yığılmır ki. Onlarla söhbət olur. Olur, bir deyil. Onlarla söhbət olur. Gedilər, Görülür, hamımız qeyrik, Ha, bax, sən yığışıb bizim qabağımda dəlil qoyursun, biz onu da tərk edəyək. Dəlili sən ola bilsin, inşallah Allah... Mən ona sual verirəm, hakimliyə də verirəm, prezidentimiz müsəlman da görür, əmirimiz də görür, hamısını görür. Mən ona nətər deyim, bidətçisən, qardaşım, mən qiyamət günü nə cavab verəcəm Rəbbimə? Deyəcəm, qamət deyir, mən də deyirəm. Amma burada cəmaat deyəcək, qamət deyir, biz də deyirik. Sən demirsən, ancaq mən deyirəm. Deyirsən, dəlil qoy, qardaş, qabağımıza. Mən yanımda gəlib söyləyəm. Qardaş, demirsən, Allah səndən razı, dəlil qoy da qabağımıza. Mən səndən danışıram, dəlil. Danışmaq dəlil deyil. Dəlil odur ki, sübut olmalı. Onda heç kəsin sözün götürmək olmazsa zapis olmalı. Peyğəmbər sallallahu səndən başqa heç kim söz götürülmür. Atılır daşa. Bu alimləri böyle Allah səndən razı olsun. Əgər əsası yoxsa, əsası var. Bizim qardaşımızsan sən. Sənə qarşı da bizim yenə deyim, zəhərə də bir pisiyimiz yoxdur. Məkkədən, Mədinədən hamısı danışır. Allah səndən razı olsun qardaş. Nəysə.
dəlil eləyərsən biz sən Deyirsən ki, otur zat, dəlil zat. Otur, bəli, Danışığın qardaş. dəlil. O kişilər deyir ki, Mən, başqaları, şahidlər, nə qədər o görüşüblər. kişilər deyir ki, ha vaxtından asılı olmayan, harda, qamət qardaş necə deyirsə, biz gəlir ona söhbət eləməyik. Mənsə deyirəm ki, Eləmirsən. Yox, mənsə deyirəm, mən eləmişəm. Yox, eləyirsən yenə. Mən eləmişəm, yox. Allah səni eləmişsən. Mən eləmişəm, eləməyəcəm. Çünki nə üçün? O da qardaşımızdır, sən də qardaşımızdır. Çünki nə üçün? Çünki nə üçün? Onların artı o üslubudur, minhəcdir. Yaxşı, sən Adil qardaşın arasında problemin var, hə? Biz cəmaatı nə ondan? Biz cəmaatı nə ondan? Siz lazım deyil ədavət eləmək bir-birinizlə. Eləyirlər də fakt. Nağ eləyirsiniz. Onu da nəsihət edin. Sən dərs buraxçı eləmir ədavət. Ədavəti nağ eləyirsiniz. Yox, dərs buraxçı məsələdir. Biz kimi qara cəmaat Sən ədavət dərsləmə eləmir. qulaqsa eşidərsən. Mən eşitmirəm. WhatsAppda eşitməm. Eşidərəm inşallah. Eşitməsən Eşidərəm. mən suallarını mən verirəm. Onu Allah razı olsun. Mən deyirəm qardaşlar,